qucağını sana Qarabağ, öpür qədəmini hər dərə hər dağ. Qələbə ətrinə bələnib torpaq, zəfərin mübarək komandir oğlu. Üç renkli ulduzun ayın var sənin, döyüşdə öz haqqı sayın var sənin. Qələbə sözündə payın var sənin, zəfərin mübarək komandir oğlum. Üç renkli ulduzun ayın var sənin, döyüşdə öz haqqı sayın var sənin. Qələbə sözündə payın var sənin, zəfərin mübarək komandir oğlum. Açıb qucağını sənə Qarabağ, öpür qədəmini hər dərə hər dağ. Qələbə ətrinə bələnib torpaq, zəfərin mübarək komandir oğlu. Üç renkli ulduzun ayın. İlk növbədə sözü Şəmkir rayon Yeni Azərbaycan Partiyasının sədri Fəxrəddin müəllim Vəliyevdir. Buyurun Fəxrəddin. Hörmətli soydaşlarımız, hörmətli şəmkirlər, hörmətli xanımlar və cənablar, hörmətli qonaqlarımız, əziz bizim şəhid ailələrimiz, mən ilk öncə bütün şəmkirlərin salamını sizə çatdırıram, hörmətli başçımız Rəşad müəllim salamlarını sizə çatdırıram. Yeni Azərbaycan Partiyası Mərkəz Aparatını və Şəmkirlər Təşkilatının səmimi salamlarını, xoş arzularını sizə çatdırıram. Və təbii ki, həyat belədir, hörmətli, bizim bugün burada çox yüksək qonaqlarımız iştirak edirlər. Mən onlarla söhbətlər apardım. Yəni doğrudan da sərverimiz gördük ki, qonaqlarımız bizim şəhidlərimizin əziyyətini çəkən insanlardır. Və təbii onlar ölkəmizin bir neçə rayonlarında tədbirlərdə iştirak ediblər və o cümlədən bizim rayonumuzda da onlar bugün bu tədbirlərdə iştirak edirlər. Mən onu qeyd edim ki, hələ ulu öndərimiz Heydər Əliyev demişdi ki, vaxtilə demişdi ki, şəmkirlər bütün dövrlərdə Azərbaycanın inkişafına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə böyük töhfə vermişlər. Və onların hər biri bizim qəhrəman evlatlarımızdır. Və təbii ki, həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində 20 mindən var bizim şəhidlərimiz dünyasını vətən uğrunda, dövlətçiliyimiz uğrunda dəyişiblər. Bizlərin, ana bacılarımızın qorunması uğrunda, onlar qəhrəmancasına vətən uğrunda həlak olublar. Snayperlə vurulan və düşmən minasına düşən bizim 69 nəfər şəhidimiz var. 13 nəfər isə bizim Şəmkirimizin mülki şəhidimiz var. Yəni Şəmkirdə 331 nəfər bizim qəhrəman şəhidlərimiz var ki, onlar doğrudan da vətən uğrunda canlarını qurban vermiş insanlardır. Doğrudan da danışmaq çətindir. Babəkin atası da, anası da, qardaşı da, bacısı da təbii ki, burada iştirak edirlər. Və mən o dəfirlərdə olarkən və mən həmişə doğrudan da bunu qeyd etmişəm. Yəqin ki, biz burada iştirak edən bizim şəhid ailələri də var. Və doğrudan da valideynlər, xüsusən də ata da, ana da mənə o şəhidlə bərabər belə deyim ki, dünyanı elə bir hiss etmirlər. Yəni onlar da o şəhidlə bərabər mənə dünyadan elə bir günəşi köçürlər. Yəni bax, belə bir ağır mərasimdir olur. Ona görə də biz hər birimiz doğrudan da bu məsələlərdə belə deyim ki, şəhid ailələrdə həmişə diqqətli olmalıyıq. O bizim yaşımızdan, vəzifəmizdən, tutduğumuz mövqemizdən asılı deyil. Biz həmişə şəhid atasının qarşısında, anasının qarşısında, onun bacı qardaşının, həyat yoldaşının, uşaqlarının, o cümlədən qazilərimizin, veteranlarımızın qarşısında baş əyirik və onları biz öz şəhərimizdə həmişə hiss etdirməliyik ki, biz onlara borçluyuq. İstəyirəm ki, doğrudan da o şəhidlər verilərkən bizim valideynlərimiz çox belə ürəklə, fəxrlə həmişə onlar itki olmasına baxmayaraq, onlar həmişə deyirlər ki, bizim evlatlarımız vətən uğrunda həlak olubdur.
Onlar bizim ailələrimizi, analarımızı, bacılarımızı, gəlinlərimizi, uşaqlarımızı qorumaq uğrunda həlak olublar. Yəni onlar bizim qəhrəmanlarımızdır. Bəşəriyyətə mən sizə bildirim ki, hörmətli soydaşlarımız, hörmətli qonaqlar, 100 milyarddan çox insan gəlibdir. Onlar hamısı dünyasını dəyişir. Görürsünüz, hamı dünyasını dəyişir. Amma bizim şəhidlərimiz bizim tariximizdə 1000 illər boyu yaşayacaqdır. Mədəniyyət Nazirliyinin xatirə kitabı başında redaksiyası ümumiyyətlə şəhidlər haqqında xeyli sayda kitab nəşr edib. Böyük Vətən müharibəsindən tutmuş birinci Qarabağ müharibəsi, şəhid və girov düşənlərdən tutmuş indiki aprel döyüşlərinə və sonuncu 44 günlük antiterror əməliyyatları ilə bağlı kitabları hazırlayır və bütün şəhidlərimizi tarixləşdirir. Bu çox vacib məsələdir, çox məsuliyyətli bir işdir. Ona görə də mən xatirə kitabı başlayaraq bütün kollektivinə və Nəzakət xanıma təşəkkürümü bildirirəm, xüsusi ki, mən istəyirəm indi sözü xatirə kitabı başında, redaksiyasının başında durur Nəzakət xanım verir. Buyurun Nəzakət xanım. Biz hər bir şəhid anasının ürəyindən keçən o bir dəqiqəlik, mən deyərdim, anı belə həzm edə bilmək. Böyük qəhrəmanlar elə, mən deyərdim ki, şəhid analarıdır, şəhid valideynlərdir. Düz vurğuladı Fəxrəddin müəllim ki, şəhidlər şəhid olanda onunla onun əzizləri də şəhid olur. İnanın, onlar da bir şəhid ömrü yaşamağa başlayırlar. Amma çox, inanın ki, təsəlli üçün demirəm, amma bayaqlarım onu da əlavə elədik ki, hamı dünyasını dəyişir, ölümlər müxtəlifdir. Amma ölümlərin ən alisi, inanın ki, şəhidlikdir. Bu təsəlli üçün deyil, bu həqiqətən də belədir. Hələ 97-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən heç kəs unudulmasın, heç kəs yaddan çıxmasın deyənə belə bir qanunla, özünə imzaladığı qanunla yaradılan bir redaksiyaya başçılıq. İnanın, burada demək olar ki, hələ deyək 41-45-ci ili, bu il 80 illiyini keçirilən o müharibəni 3 milyon 400 min əhalisi olan Azərbaycandan 700 minə yaxın çağırışçı müharibəyə cəlb olunur. Onun 300 mini qayıtmadı, 10 mini qadın olmaq şərtilə çağırışa qoşuldular və faşizm üzərində qələbə çalındı. Biz həmişə xalq tərəfində olmuşuq. Mən bayaqları burada söylərəm ki, xatirə kitabında artıq 30-a yaxın cildlərimiz çıxıb. 41-45-dən özü bəri bütün məhəllə münaqişələrində 20 yanvar, 1-ci Qarabağ Savaşı, müstəqilliyimiz uğrunda həlak olanların adları. Hərdən mənə ürəklər də tutulur ki, Nəzakət xanım kitaba mülki şəhidləri də salır. Mən qəbul edə bilmirəm. Deyirəm ki, o şəhidlər ki, deyirsiniz, mülki şəhiddir, o da düşmən gülləsinə tuş gəlir. Gördüyünüz bu kitab, bu 44 günlük savaşımızın məhsuludur. Orada 3000-dən artıq şəhidimizin elə başlanğıc aprel şəhidliyindən başlanaraq çox olmuş hadisələri və ondan sonra da o 44 günlük müharibəmizdə həlak olanların adlarını əbədiləşdirən 4 cildliyiz. Biz birinci cildi burada Şəmkir rayonunda olmuşuq. Hatta adları gedən hansı ki təqsib olunub, hansı ki heç vaxt ermənilər onları işgəncə ilə öldürdüklərini, əsir götürdüklərini, girov saxladıqlarını heç vaxt boyunlarına almamışdılar. Amma indi öz elədikləri o bədnam əməllərini biz artıq hamısını sübutuna yetiririk. Qalib xalqıq. Başımızı dik tuta bildik. Əvvəldən belə idi ki, oğul atasına görə tanınardı. Bugün təmiz tərsinə olub, ata oğula görə tanınır. Və mən bu kitabın birinci cildini açanda orada ailəvi bir şəklimiz var. O duyğular o dəqiqə gəldi ki, yəni sən bunun arxasında dura bilmədin. Bu şəhid oldusa, şəhidliyi ilə sənin arxanda durdu. O qədər də yumuşaq cümlə deyil. Yəni o qədər də sinirmək olmur. Belə də ki, Allah bütün şəhidlərimizi qəni-qəni rəhmət eləsin, Allah onların yerini cənnət eləsin. Arğı acı olmasa, şirinlik olmaz. O da yəqin ki, bizim taliyə qismətimizə düşür. Məndən bu qədər.
Çox sağ olun. Valideyn kimi qoyuyorlar. Mehriban buyurun. Mən də öz adımdan öz təşəkkürümü bildirirəm. Mən də deyə bilərdim. Yəni bütün şəhidlərimiz bizim öz istək, arzu və niyyətləri oldu. Və onların hamısı şəhid olarkən yanı çıxar. Mənim oğlumun isə arzusu hərbidə qaldı. Və o həmişə hərbidə qalmışdı. Buyurun Mehriban Hanım. Bugün burada Babək haqqında keçmiş zamanda danışmaq mənim üçün ağırdır. Bəli, bu məndə bir ağırlıq var idi ki, mən nə edə bilərəm ki, Babək tarixdə qalsın. Onun torpağı tapşırılan bu yük mənim çiynimdəydi. Amma mən bunu daxilən özüm çəkirdim. Uzun müddət xəstələndim və ən nəhayət bir gün Amalya xanımla söhbət edəndə dedi, belə bir xatirə kitab redəksiyası var. Bura müraciət edəyim. Müraciət elədim, Nəzişət xanım sağ olsun, qarşıladı. Düzdür, biraz uzun çəkdi kitabın ərsiyə gəlməsi. Amma kitab, yəni mən istədiyim kimi ərsiyə gəldi, ətraflı. Ona görə də Mədəniyyət Naziri tabirində olan Respublika Xatirə Kitab redaksiyasının baş redaktoru Nəzişət xanıma, Prezident mükafatçısı Yazıçılar Birliyinin üzvü Hikmət Mərzadiyə və Salatın xanım Dəmirova öz minnətdarlığımı bildirirəm. Eyni zamanda bütün əməkdaşlara, çünki o şöbələrin hamısı, mən hər an oraya getdikcə o qədər səmimi mənə qarşılayırdılar ki, mən özüm təəccüb edirdim ki, burada nə gözəl aura, atmosfer yaranıb ki, bunlar mənə bu cür səmimi qarşılayır. Və kitab başa gəldi. Bu tək Babəkə yox, bütün Azərbaycan şəhidlərinə verilən qiymətdir. Mən elə dərk edirəm və elədir. Bugün burada Babək Əliyaqub kəndində doğulub, buraya başa çatıb və Gəncə bankomatından hərbi hissəsində gedib əsgərlik. Və hərbi xidmətdən sonra maxı kimi qalıb, müqavilə bağlayıb. Biz Babəkin 44 günlük müharibədə demək, tap axtarırdıq. Hər birimiz, mən Bakıda, ailəm Bakıda, uşaqlarım axtarırdı, hərəsi bir vəzifələrlə axtarırdı, mən axtarırdı, bunlar axtarırdı. Və ən nəhayət General Leytenant, o vaxt Hikmət Mirzə General Leytenant idi, bunun qəbulunda oldu qardaşımla. Biri var, əvvəlcədən deyəsən mən gəlirəm qəbul elə, bir də getdi agentı, sağ olsun, getdi dedi, qəbul elədi. Bizim bir 45 dəqiqə söhbətimiz oldu. Bu insan Babəkin anadan olduğu, bütün tərcümə, eynisini qutarması, qalması, hətta müqavilənin tarixinə kimi əzbər dedi. Siz təsəvvür edin, bu insan tabi ən azı 10.000 bunun hərbisi var. Və bunu biri var əvvəlcədən gedək deyək. Bir də var ki, gedirsən təsadüfən və bunu birbaşa oxuyur. Siz və bir kəlmə bir şey dedi sonra da, dedi Babək sağ qala bilərdi. Biz iki qardaş bir-birimizə baxdıq, bu nə danışır, Babək sağ qala bilərdi. Dedi, bəli, sağ qala bilərdi. O Horadizdə yaralanıb qıçından və sarıyıblar. Sən çıxmamalısan burada, qalmalısan. O gecə ilə pəncərədən hoppanıb, ilk qaçıb komandasına. Babək yüzlərlə insanları minalanmış ərazidən
gecə ilə sürünüb 100 metr, 50 metr o minanın təmizliyi yol açıb oradan çıxardı. Bunu 40 idi. Üzr istəyirəm, həyat yoldaşıma biz axşamüstü getdik ki, gedək ziyarət elə, səhər Bakıya qayıdırıq. Və mən orada gördüm ki, 2 dənə, haradasa 80-ə yaxın orada uşaq var. Bu 3 neferi maşınla Şuşadan gəliblər falan beşmikən. Bala siz kimsiniz? Dedi ki, bəs bizi mühasirədən bu qutarıb ki, saat 3-də. Biz nətər daha gəlməyək. Hətta səhv eləmirəm, 40 idi, gündüz, yox, ili idi. Gecə gəldi, 2 əsada Göran boyda, atası, anasıyla. Bunu parçalasan, 2 babət çıxar. Ay oğlum, bu vəziyyətdə, ay qardaş, bu vəziyyətdə niyə zəhmət çəkibsiz? Biz sonra bildim, öz danışdı, bu rütbəsi mayordur. Dedim, mən yaralanmışam. Babək bunu eşidib, məni sürünə gəlib, məni 50 metr aparıb, təhvil verib, Medpunkta təzdən öz komandasından gedib. Və yaxud onun hal-hazırda milli qəhrəmanlar var ki, komandirlər ölümdən qurtardığı var. Bunlar hamısı bunu etiraf edirlər. Ancaq bir dənə şey dedilər ki, biz kitaba düşə bilmərik. Biz o səlahiyyət sahibi, bizə icazə yoxdur. Onlardan 5 nəfər tutarıb və onların hamısı milli qəhrəmandır. Bizim kökümüz Zəmcirdaxan kəndindəndir. Atam bir oradan gəlib bura. O vaxtı mənim babam Abdullah bəy 1918-ci ildə ermənilərə qarşı vuruşur. Və bunun gələn yoldaşlar bunu danışdı. İndi 102 ildən sonra bunun nəticəsi vuruşur. Bax, tarix budur. Demək, bu missiya elə bir keçir nəsildən nəsilə. Yəni, bu kitabın ərsəyə gəlməsində bütün zəhmət olan insanlara, hamısının qarşısında baş əyiləm. Və bu insana dərs deyib, bu hala qaldıranlar, bu sərbiyə, ona elm verənlərə, Gəncədən gələn müəllimələrə, bizim Yaxurkən orta məktəb müəllimələrə, hamımızın qarşısında baş əyiləm. Minnətdaram hamımıza. Bugün Babəkin bəs hətta yoldan keçən, oradakı bayrağı görən hərbiçi və xüsusilə türk vətəndaşları düşüb o qəbri ziyarət edir, sonra yola davam edirlər. Çünki bunu orada olan insanlar hamısı əlaqə saxlayır. Demək, mən yanılmadım. Siz, Babək tək qardaşımın oğlu deyil, bu Azərbaycanın oğludur. Və bugün bu kitab da yəqin ki, Azərbaycanın bütün kitabxanalarına yayılacaq və s. Bu əbədi yaşayacaqdır. Bir müddət mən onun xatirəsi ilə, onun keçdiyi döyüş yolu ilə tanış olduqda gördüm ki, bir müddət onun siz şəhadətə ucalmasından xəbərsiz olmuşsunuz. Mehriban xanım, siz nələr yaşamışsınız? Xəbəriniz olmayıb onun itki düşməyindən, amma bilirəm yuxularınızda gedir. Amma bilirəm ki, siz onu böyütdüyünüz, beşinin başında layla çaldığınız, imgə deyərkən can deyib üstünə yürüdüyünüz o övladınızın bəlkə də acısı haradasa sizin qəlbinizə hürdürdür. Zəhman bəy, siz bayaq dediniz ki, artıq məni övladımla tanıyırlar. Siz uzaqdan gələndə sizi görənlər deyirlər ki, baxın gələn Babəkin atasıdır. Bu necə qulubdur, bilirəm. Övlad itkisi ağırdır, onu yaşamaq çətindir, ürəyə vurulmuş bir xəncərdir. Lakin bu yaraya məlhəm qoyan o şəhidlərin uca zirvəyə, şəhədədə yüksəlməsidir. Mehman müəllim ilk gündən çox həyəcan keçirdirdi. Çox narahat idi ki, şəhidimizin adı əbədiləşsin. Və ölçüsü verə bilmədiyim böyüklükdə işlər görən, xatirə kitabı redaksiyasının rəhbərliyinə və onun bu gözəl komandasına təşəkkür edirəm. Həqiqətən Nəzakət xanım, biz tədbirdaşlığımız bir neçə ildir davam edir və mən yorulmadan deyirəm bu sözü. Həqiqətən bu işi ərsəyə gətirmək böyük mənəvi güc tələb edir. Hər şəhid valideyninlə görüşmək, qapı-qapı, ova, şəhər bu materialları toplamaq. Çünki tək şəhidlərdən əlavə bayaq deyildi, onlar ilk növbədə başlayıblar ensiklopediyalar çap eləməyə. İkinci Dünya müharibəsindən, yəni Böyük Vətən müharibəsi dönəmindən
şəhid olmayan sayılarda siz dediniz, 640 mindən çox adam gedib, tən yarısı qırılıb və o qalanlar da ki, yenə vəziyyətdə gəliblər. Onları bir-bir toplamaq, onlar haqqının materialları yığıb, ensiklopediya, 16 cildli ensiklopediyanı ərsəyə gətirmək, onlardan bizim kitablarına da siz hədiyyə eləmişsiniz. Ondan başqa 20 yanvar, Xocalı soyqırımı, aprel döyüşləri, Tovuz hadisələri və 44 günlük müharibə, 1-ci Qarabağ müharibəsi və 44 günlük müharibədə şəhid olanların adını əbədiləşdirmək məqsədi ilə bu kitablar çap olunur. Çox sağ olun sizə. Təşəkkür edirəm. Əllərinizə sağlıq, ürəyinizə sağlıq. Və bu kitabın müəllifi Hikmət Məlikzadəyə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bu kitabı bu günləri biz bunun təqdimatına yığışmışıq və bugün biz əslində tarixi günə toplaşmışıq. Bugün bizim əqlimizi, zehnimizi, hisslərimiz idarə edir. Həqiqətən bu danışılanlar hamısı o qədər təsirlidir ki, sanki sözün bitdiyi məqamdır, ayaqların yerdən üzüldüyü bir andır. Babəkin qəhrəmanlığı haqqında danışdılar. Babək ilə ad özünə yaraşır, biz adına qəhrəmandır. Babək bayaq deyildiyi kimi tək elinin, obasının, Səhman müəllim Mehriban xanımın övladı deyil. O, Azərbaycan xalqının övladıdır, şəhididir. Şəhidlər vətənin nur üzlü övladlarıdır. Şəhidlər vətənin nur içində yatan övladlarıdır. Və onlar Allahın elə bir dərgahındadılar ki, elə bir uca məqamındadılar ki, amma mən əminəm ki, onun ruhu buradadır. Onun ruhu şaddır. Çünki istəyərdim ki, bu kiçik bir hədiyyə də onun güşəsində yerini alsın. Azərbaycanda sağlam gənclik böyüyür. Mən fəxr edirəm gənclərimizlə. Və bundan sonra dünyaya gələcək övladlar özlərinə məktəb, örnək və nümunə olaraq Bəkin simasında minlərlə şəhidlər götürəcəklər, onlardan öyrənəcəklər. Niye yanır bu ocaq, yanıb külü qalacaq, bilmirəm nə olacaq, olanı xatirədir. Niye yanır bu ocaq, yanıb külü qalacaq, bilmirəm nə